mövzusunu izah edəcəm. Araşdırma müzakirə hissəsi ilə başlayırıq. Lalənin kitab şkafında 56 kitab var. Samir bu şkafda təqribən 50, Səbinə isə 60 kitab olduğunu söylədi. Kimin söylədiyi ədəd kitabların dəqiq sayına daha yaxındır? Əlbəttə ki, uşaqlar, baxsaq 56 ədədinə, 56 ədədi 60-a daha yaxındır və beləliklə biz öyrənmiş oluruq ki, Səbinənin fikri daha doğrudur. Bunu müəyyən etmək üçün biz aşağı siniflərdə öyrəndiyimiz yuvarlaqlaşdırmadan istifadə edə bilərik. Bugün bizim açar sözlərimiz dəqiq qiymət, təqribi qiymət və təqribi bərabərlik yuvarlaqlaşdırma olacaq. Öyrənmə materialına baxırıq. Dəqiqlik lazım olmayan hesablamalarda bir ədədi ona yaxın olan başqa ədədlə əvəz etmək olar. Məsələn, 77 əvəzinə bəzən bu ədədə yaxın və təklikləri 0 olan 80 ədədindən istifadə etmək daha əlverişli olur. Bu, təqribi bərabərlik işarəsi ilə belə yazılır. 77 təqribən 80-ə bərabərdir. 77 ədədindən təklikləri 0 olan ən yaxın ədəd 80-dir. Ədədi təklikləri 0 olan ən yaxın ədədlə əvəz etməklə bu ədədi onluqlara qədər yuvarlaqlaşdırmada adlanır. Deməli, belə uşaqlar, ədədi təklikləri 0 olan ən yaxın ədədlə əvəz etmək bu ədədi onluqlara qədər yuvarlaqlaşdırma adlanır. Qaydamıza baxırıq. Ədədi onluqlara qədər yuvarlaqlaşdırmaq üçün bu qaydadan istifadə olunur. Ədədin təkliklər mərtəbəsinə 0 yazılır. Təklər mərtəbəsindəki rəqəm 5-dən kiçik, yəni 0, 1, 2, 3, 4 olarsa, onluqların sayı olduğu kimi qalır. Təkliklər mərtəbəsindəki rəqəm 5-dən, 5 və ya 5-dən böyük, yəni 5, 6, 7, 8, 9 olarsa, onluqların sayı 1 vahid artırılır. Baxırıq, məsəl üçün, 120 ədədini onluqlara qədər yuvarlaqlaşdırmaq üçün 3 rəqəminin yerinə 0 yazılır. Yəni, 2 rəqəmi isə olduğu kimi qalır. Beləliklə, 123-i yuvarlaqlaşdırdıqda 120 alınır. 268 ədədini onluqlara qədər yuvarlaqlaşdırmaq üçün isə 8 rəqəminin yerinə 0 yazılır. 6 rəqəmi isə 1 vahid artırılır və 268 270-ə bərabər olur. Təqribən, yəni 270-dir. Bələdçi hissəsinə baxırıq, dostlar. Burada bizə bildirilir ki, ədədləri onluqlara qədər yuvarlaqlaşdırın. Nümunədə verilib bizə. Nümunəmizdə 421 ədədinin onluqlara qədər yuvarlaqlaşdırması göstərilib. Burada 421 yuvarlaqlaşdıranda 420, 237 yuvarlaq 240 alınır. Çünki təkliyimiz birində 1-dir. Onluğumuz artmır. 7-dir burada. Onluğumuz 1 vahid artır. İndi gəlin biz də yuvarlaqlaşdıraq. 512-ni onluqlara qədər yuvarlaqlaşdıranda 510 edəcək. Çünki bizim təkliyimiz 2-dir. 249-da isə təkliyimiz 9 olduğuna görə onluğumuz 1 vahid artır. Nəticədə 250 edir. 58-i yuvarlaqlaşdırırıq, dostlar. 58-i yuvarlaqlaşdıranda 60 alınır. 347-ni yuvarlaqlaşdırırıq. 7-dir deyə onluğumuz 1 vahid artacaq. Nəticədə 350 olacaq. 412-ni yuvarlaqlaşdıranda isə 410 olacaq. Keçid alaq 82-yə. 82-ni onluqlara qədər yuvarlaqlaşdıranda ilə 80 eləyir. 24-ü yuvarlaqlaşdıranda 20. 95-i yuvarlaqlaşdıranda isə dostlar, təbii ki 5-dir deyə təkliyimiz, onluğumuz 1 vahid artır, nəticədə 100 olur. 99-u yuvarlaqlaşdıranda da həmçinin 100 eləyir. 39-u yuvarlaqlaşdıranda isə uşaqlar, ədədimiz 40 olur. 592-i yuvarlaqlaşdıranda isə 590 alırıq və 115-i son olaraq yuvarlaqlaşdırırıq. Nəticədə cavabımız 120-dir. Davam eləyək. Növbəti misalımıza keçid alırıq. Müstəqil işə baxırıq. Ədədləri onluqlara qədər yuvarlaqlaşdırın.
Gəlin ədədlərimizi onluqlara qədər yuvarlaqlaşdıraq. 67-ni onluqlara qədər yuvarlaqlaşdıranda 70 edir. 73-ü yuvarlaqlaşdıranda təkliyimiz üstü deyə onluğumuz qalxmır, 70 eləyir. 654-ü yuvarlaqlaşdıranda 650 olur. 112-ni yuvarlaqlaşdıranda 110 eləyir. 957-ni yuvarlaqlaşdıranda 960 olur. Davam edirik. 683 yuvarlaqlaşdırırıq uşaqlar. 680 olur. 745 yuvarlaqlaşdıranda isə 750 edir. 268 yuvarlaqlaşdıranda təkliyimiz 8-dir deyə onluğumuz bir vahid qalxır və 270-ə çevrilir. Daha sonra 41 yuvarlaqlaşdırırıq dostlar. Bu 40 olur. 196 yuvarlaqlaşdıranda isə artıq 200-ə çevrilir. Çünki 9 bir vahid artır və 10 olur. O da 200 olur. 114-ü yuvarlaqlaşdıranda 110. 585-i yuvarlaqlaşdıranda 8 bir vahid qalxır. Yəni onluğumuz artır və 590 olur. Son olaraq 379-u yuvarlaqlaşdıranda isə ədədimiz 380-ə çevrilir. Davam eləyirik uşaqlar. Davam eləyirik. Öyrənmə materialımıza baxırıq. Ədədi, təklik və onluqları 0 olan ən yaxın ədədlə əvəz etmək bu ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırma adlanır. İndi isə biz yüzlüklərə qədər yuvarlaqlaşdırmadan danışacağıq. Yəni 116 ədədinin təklik və onluqları 0 olan ən yaxın ədəd 100-dür. 116-nı yuvarlaqlaşdıranda biz baxırıq ki, bu ədəd 100-ə daha yaxındır. Ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırmaq üçün bu qaydadan istifadə olunur. Belə ki, uşaqlar, ədədin təkliklər və onluqlar mərtəbəsinə 0 yazılır. Onluqlar mərtəbəsindəki rəqəm 5-dən kiçik, yəni 0, 1, 2, 3, 4 olarsa, yüzlüklərin sayı olduğu kimi qalır. Onluqlar mərtəbəsindəki rəqəm 5 və ya 5-dən böyük, 5, 6, 7, 8, 9 olarsa, yüzlüklərin sayı bir vahid artırılır. Məsələn, 629 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırmaq üçün 2 və 9 rəqəmlərinin yerinə 0 yazılır, 6 rəqəmi isə olduğu kimi qalır. Beləliklə 629 600-ə bərabər olur təqribən. 478 ədədini isə yüzlüklərə qədər yuvarlaqlaşdırmaq üçün 7 və 8 rəqəmlərinin yerinə 0 yazılır, 4 rəqəmi isə bir vahid artırılır. Nəticədə 478 təqribən 500-ə bərabər olur. İndi isə gəlin ikinci tapşırığı birlikdə yerinə yetirək. İkinci tapşırığa baxırıq uşaqlar. 534-ü yuvarlaqlaşdıranda onluğumuz 3-dür deyə yüzlüyümüz artmır, nəticədə 500 eləyir. 752-ni yuvarlaqlaşdıranda onluğumuz 5-dir deyə yüzlüyümüz bir vahid qalxır, olur 800. 299-u yuvarlaqlaşdıranda isə onluğumuz 9-dur deyə yüzlüyümüz bir vahid artır. 647-ni yuvarlaqlaşdıraq. Cavabımız eləyəcək 600. 496-nı yuvarlaqlaşdıranda da həmçinin 9 var deyə yüzlüyümüz bir vahid artır. Nəticədə 500 olur. 816-nı yuvarlaqlaşdıranda dostlar cavab 800 eləyir. 455 yuvarlaqlaşdırırıq. Onluğumuz 5-dir deyə yüzlüyümüz bir vahid artır. Olur 500. 288 yuvarlaqlaşdıranda isə onluğumuz 8-dir deyə yüzlüyümüz bir vahid artır. Olur 300. Davam edirik. 185 yuvarlaqlaşdırırıq. 8-dir deyə yüzlüyümüz bir vahid qalxır. Olur 200. 600-ü yuvarlaqlaşdırırıq. Olur 600. 402-ni yuvarlaqlaşdıraq dostlar. 0-dır deyə onluğumuz olur 400.
211 yuvarlaqlaşdıranda isə olur 100. 195 yuvarlaqlaşdırsaq edir 200. Gəlin üçüncü tapşırığa baxaq. Verilmiş hansı ədədlər yuvarlaqlaşdırdıqda dairədəki ədəd alınır? Baxırıq uşaqlar. İlk olaraq A bəndində deyir ki, onluqlara qədər yuvarlaqlaşdırdıqda 60 alınsın. 65 yuvarlaqlaşdırsam eləyəcək 70. Mən hər birini yuvarlaqlaşdırıram sizin üçün. 58 yuvarlaqlaşdıran da eləyəcək 60. 67 yuvarlaqlaşdırsam 70. 63 yuvarlaqlaşdırsam 60 eləyəcək. Belə ilə hansılar oldu? 58 və 63. İndi isə hansı ədəd yuvarlaqlaşdıranda onluqlara qədər 750 edər. 756-nı yuvarlaqlaşdırsam 760. 748 yuvarlaqlaşdırsam 750. 745 yuvarlaqlaşdırsam yenə 750. Son olaraq isə 752 yuvarlaqlaşdırsam o da 750 eləyir. Nəticədə burada 745, 753 və 748 bərabər oldu nəyə? Bərabər oldu 750-yə təqribən. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 400 alınan ədədlər. 418 yuvarlaqlaşdırırıq, 400 eləyir. 403 yuvarlaqlaşdıranda yenə də 400. 450-ni yuvarlaqlaşdırsam eləyəcək 500. 340-ı yuvarlaqlaşdırsam yüzlüyə qədər olacaq 300. Deməli buradan 418 və 403. Hansı ədədləri yuvarlaqlaşdırsam 800 eləyər. 732-ni yuvarlaqlaşdırsam 700. 845 yuvarlaqlaşdırsam 800. 808 yuvarlaqlaşdırsam 800. Son olaraq 752 yuvarlaqlaşdırsam 800 edəcək. Nəticədə 845, 753 və 808 düzgün variantlar olur. Davam edirik dostlar. Baxırıq məsələ həllinə. Məsələ həllində yazılıb. Qız qalasında 98 pillə var. Samir pillələrin sayını yuvarlaqlaşdırmaq istədi. Sizcə Samirin fikri doğrudurmu? Neçə pillə var idi? 98 pillə. Samir deyir ki, 98 2 rəqəmli ədəddir. 98 bəli, 2 rəqəmli ədəddir. Samir bunu düz deyir. Ancaq bu ədədi onluqlara və ya yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda ən kiçik rəqəmli ədəd alınır. Əvvəlcə gəlin sual verim sizə. 3 rəqəmli ən kiçik ədəd hansıdır? Təbii ki, bu 100-dür. Gəlin görək Samir düzmü deyir. 98-i onluqlara qədər yuvarlaqlaşdırıram, 100 eləyir. 98-i yüzlüklərə qədər yuvarlaqlaşdıra bilmirəm. 98 burada 98-i yüzlüklərə qədər yuvarlaqlaşdırsam yüzlük yoxdur deyə yüzlüklərə qədər yuvarlaqlaşdıra bilmirəm. Amma onluqlara qədər yuvarlaqlaşdırsam 100 eləyir. Beləliklə Samirin burada fikri doğrudur. Biz bura qeyd edirik ki, doğrudur. Çünki Samir demişdi ki, və ya yüzlüklərə qədər yuvarlaqlaşdırsam. Samir düz deyir. Onluqlara qədər yuvarlaqlaşdırdıqda mən bu 100-ü aldım. Beləliklə Samirin fikri doğrudur uşaqlar. Bugünkü mövzumuz bu qədərdir. Sizinlə sağollaşıram. Yeni dərslərdə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.